Salam uşaqlar, xəritə ilə bağlı çətinliyinizi demisiniz. Ona görə də mən sizə Avropa xəritəsi ilə bugün tanış eləyəcəm. 1. İslandiyadır, 2. İrlandiya, 3. Birləşmiş Krallıq, 4. Portuqaliya, 5. İspaniya. Bunlar Pireneya yarımadasındadır. Burada müsəlmanların qovulması üçün deməli, Rekonkista hərəkatı olub 11-15-ci əsrlərdə. Coğrafiya öyrənənlər üçün deyim ki, bura Aralıq dənizidir. Subtropik iqlim qurşağının Aralıq dəniz tipidir. 6 Fransadır. 7 Belçika. 8 Niderland. 9 Lüksemburg. 10 Almanya. 11 İsveçrə. 12 İtaliya. İtaliyanı mən bənzədirəm qış çəkməsinə, fikir verin. Xəritədə baxın, buna ilə İtaliya ilə Apenin yarımadasındadır. Özdə bizə lazım olan xəritə tipidir, fikir verirsiniz. Deməli, 13 hardadır burada? 13 Danimarkadır, 14 Norveçdir, 15 İsveçdir, 16 Finlandiyadır, 17 Estoniyadır, 18 Latviyadır, 19 Litvadır, 20 Polşadır, 21 Çexiyadır, 22 Slovakiyadır, 23 Avstriyadır, 24 Macaristandır, 25 Sloveniyadır, 26 Xorvatiyadır, 27 Bosniya və Hersegovinadır, 28 Serbiyadır, 29 Montenegrodur, 30 Albaniya, 31 Şimali Makedoniya, 32 olacaq Yunanistan, 33 Bolqaristandır, 34 Rumıniyadır, 35 Moldovadır, 36 Ukraynadır, 37 Belarusdur, 38 Rusiyadır, 39 Türkiyədir, Kiçik Asiya yarımadasındadır. Bax, bu bizə həm qədim dövrdə lazım olur, həm orta əsrlərdə lazım olur. Baxın, bu Türkiyənin yuxarısında da fikir verirsiniz. Bax, burada olacaq, deməli, bax, bu dənizdir, fikir verirsiniz. Bu dənizlə də xəritəni yadda saxlaya bilərsiniz. Olacaq, aşağı hissəsində Aralıq dənizidir Türkiyənin. Bu hissəsində Qara dənizdir. Bu Qara dənizdir. Sanki Krasovkaya bənzəyir. Elə hesab eləyin. Görürsünüz, sizin üçün rənglədim. Bu xəritələrdə boz rəngdə göstərirlər əsasən. 40 olacaq Kipr. 41 isə Malta. Belə.